edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. İşlərində uğurlar arzulayıram. Həmişə gözəl ad günlərini, gözəl ailələrlə bir yerdə qeyd eləsin inşallah. Təbrik edirəm. Rüsalə müəllimə, ad gününüzü təbrik edirəm. Salam Rüsalə müəllimə. Sizə ad günü münasibətilə ürəkdən təbrik edirəm. Neçə belə illərə çıxasınız. Uzun ömür, can sağlığı arzulayıram. Canım müəlliməm. Əziz anam, ad günün mübarək. Sən mənim üçün dünyada ən dəyərli insansan. Sənə sağlam həyat, uzun ömür, can sağlığı arzu edirəm. Yaxşı ki varsan. Dəyərli insan, doğum günün mübarək. Allah sənə möhkəm can sağlığı, uzun ömür, bol ruzi ilə sevgi dolu həyat yaşasın. Qəlbindən keçən hər arzunu Allah qismətinə yazsın. Mən istəyirəm ki, kiçik bir şeirlə təbrikimi sona çatdırım. Bugün sənin doğum günün. Təbrik edirəm ürəkdən. Sənə xoş gün diləyirəm. Mən hər zaman fələkdən. Yaşın üstə gəldi bir yaş, ayağına dəyməsin daş. Görməyəsən zərrə təlaş, doğum günün mübarəkdir. Tanrım olsun kömək sənə, batmayasan dərdə, qəmə. Dəyərlisən vallah mənə, doğum günün mübarəkdir. İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin rəhbəri Sevimli Rüsalə müəllimimizin ad günüdür. Mən də deyirəm bütün təbriklərə, arzulara qoşuluram. Sizin ad gününüzü səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, qurduğunuz bu mərkəzin, qurduğunuz bu təşkilatın daha da yüksəklərdən səsləri gəlsin. Sizə inşallah addım attırsınız müəyyən şeylərdə ki, sizə dəstək olsun. İnşallah sizə böyük dəstəklər gəlsin mərkəzin inkişafında, orada şəraitin daha da yaxşılaşdırılmasında. Nə arzularınız varsa, onu inşallah yerinə yetirəsiniz ki, gələn ili bu yaşınız olanda biz də sevə-sevə xatırlayaq bunları, bu arzularımızı ki, bizim arzularımız yerinə yetdi. Sonradakı bir həmcinsim olaraq mən sizinlə həmişə qürur duymuşam. Qadınların cəmiyyətdə öz sözünü deməyi, öndə getməyi, heç kimə möhtac olmadan az da olsa öz gücünə nələrisə əldə etməyi bu çox sevindirici haldır. Hələ ki, Azərbaycan kimi biraz çətin bir cəmiyyətdə. Sonradakı arzular bilirsiniz ki, tükənməzdir. İnşallah balalarınızın toyunda iştirak eləyək. İnşallah qızlarınız oxusunlar, yaxşı, gözəl yerlərdən səsləri gəlsin. Balalarınızın xoş günlərini görüb sevinəsiniz. Hər bir valideyn kimi əminəm ki, sizin də ən böyük arzunuz, diləyiniz budur. Belə. Bizim balalarımız sizin balalarınızdır, sizinkilər bizimdir. Biz mehriban bir ailəyik, böyük bir ailəyik. Biz birimizin problemi olanda paylaşırıq, bir-birimizə dəstək çıxırıq. İnşallah bundan sonra da həmişə belə olsun, bir yerdə olaq, mehriban olaq, kollektivimiz daimi olsun. Böyüyə kimi hər kəsin sevimlisisiz. Balaca uşaqdan tutmuş, ta böyük orada qocaman oranın müəllimləri, böyükləri, hər biri sizi çox istəyir, hörmət eləyir. Belə, inşallah işinizdə bundan da daha yaxşı yerlərə gəlməyinizi arzu edirəm, dediyim kimi. Yaxşı ki varsınız, yaxşı ki bizimləsiniz, yaxşı ki oradakı uşaqların sizin kimi dəstəkçisi var. Siz onlara bir balaca da olsa, nəysə əlinizdən gəlirsə, onu əsirgəmirsiniz qabağa getməyində. Təbrik edirəm yeni yaşınızı. Sağlam olun, gözəl yaşayın, mənalı yaşayın, xoşbəxt yaşayın. Nəyi necə arzulayırsınızsa, Tanrı sizə onun ən xeyirlisini yetirsin. Belə, öpürəm sizi. Neçə gözəl yaşlara çıxın. Bir daha bu video rolikin hazırlanmasında hər birinizə təşəkkür edirəm mənə dəstək olduğunuz